Bir etiraf eləmək istəyirəm ki, son zamanlar mən teatra daha çox vaxt Meyillisiz. ayırmaq istəyirəm. Məsələn, dublyaj keçdi. Yəni dublyaj həmişə var. Çəkilişdən biraz tənbəllik eləyirəm çəkilməyə. Bilmirəm nəyə görədir bu. Bəlkə pul azdır ona görə. Yox, pula görə də yox. Nəsə sanki mənə daha biraz ağır gəlir. Bilmirəm nəyə görədir o. Yorucudur. Amma əvvəllər belə deyildi. Əvvəllər mən böyük həvəslə çəkilmək istəyirdim. Məncə rol gözünü tutsa, istədiyin rol olsa, Bilmirəm, bunu eləməmişəm, nəsə, bunu eləyim, bəlkə onda fərqli yanaşma Bilmirəm olar. nədir. Amma dublyajla bağlı demək istəyirəm ki, mən həmişə müsahibələrimdə də demişəm, məsələn bir filmi dublyaj eləyirsən, 2 saat, 3 saat əgər çəkirsə, sən yorulursan. Amma ola bilər ki, tamaşa oynayanda o qədər yorulmursan, nəinki onu Dublyaj eləyim. dublyaj eləyəndə yoruluram. Sırf beyin işidir, psixoloji iş yəni olduğuna ki, görə. mən 2 tamaşa dalbadal oynaya bilərəm. 3 də oynaya bilərəm. Amma 2 film mənə deyəndə ki, 2 film yazmaq lazımdır, o mənə çox çətin gəlir.